Herkese salam. Bugün sizlerle beraber galip geldiğin komandadan bir oyuncu al seriyasının Qarabağla beraber olan 3. bölümünde sizlerleyiz. Hazırda Qarabağ komandasının heyətini görürsünüz. Bu hazırki heyətinizdir, yəni. Bu iki bölüm ərzində Qarabağ komandasının qurduğu heyət hazırda budur. İndi isə gəlin yeni sezona başlayaq. Görək bu sezonda bizi necə bir macəralar gözləyəcək. Qeyd edək ki, klubumuz Avropa Liqasında mübarizə aparır və ikinci təsnifat turunda Viking kollektivi ilə qarşılaşır və gələn bu oyunu sizlər üçün simulyasiya edək. Vikinglər olan ilk oyunumuzu simulyasiya etdik. 10 nəfər qalan Qarabağ komandası 10 nəfər qalmasına rəğmən rəqibini 2-1 hesabı ilə məğlub edir və görək Viking komandası heyətində kimi almaq olar. Burada 75'li bir futbolçular var aslında bu komandanın. RV oynayan Zlatko Tripic'ti. Zlatko'nu kluba transfer etmək olar. Gəlin onu kluba transfer edək. Və Zlatko Tripic hazırda komandamıza transfer edildi və bu futbolçunu kluba transfer etdik. İndi isə gəlin keçək növbəti oyunlarımıza. Zlatko'nun transferindən sonra isə klubumuz bu dəfə evdə Viking ilə qarşılaşır. Təbii ki də evdəki maçda qeyd edək ki, heç bir nəticə kəsb etmir bizim üçün. Çünki onsuz da yəni ki, bu klubdan ala biləcəyimiz oyunçunu almışıq artıq. Və növbəti rəqibimiz Basel kollektivi ilə qarşılaşır. Basel ilə qarşımızda əvvəl onu qeyd edək ki, Baseldən ala biləcəyimiz çox da bir əslində oyunçu yoxdur, onu qeyd edim. Heyətlər biraz bizim heyətin nisbətdə daha zəifdir. Basel'ə ilk oyun simulyasiya etdik. İlk oyun səfərdə idi və səfərdəki oyun 10 nəfər qalan Qarabağ komandası ekibi ilə 0-0'lı bir bərabərliyə razılaşır. Ardından liqa çərçivəsində Sabah ilə qarşılaşdıq. Sabah ilə maçdan sonra yenidən artıq Avropa Liqasına qayıdacağıq. Sabah ilə maç 0-0 bitir. Bu öz yerində və yenidən qayıtdı biz Avropa Liqasına. Və Cağ maçını artıq simulyasiya edirik. Qarabağ Basel oyunu. Doğma ateşlərində qarşılaşan Qarabağ komandası Rafa Silva'nın hat-trick etdiyi oyunda rəqibini 3-0 hesabı ilə məğlub edən Qarabağ komandası turu keçməyə müvəffəq olur. Burada baxdığımız zaman Basel'dən ala biləcəyimiz bir futbolçu isə yoxdur. Çünki oyuncuları çox zəifdirlər. Ona görə buradan oyuncu almıram və keçirəm play-off'a. Və keçirik artıq play-off turuna. Qeyd edək ki, play-off turunda bizim rəqibimiz Soligorsk klubu ilə qarşılaşacaq. Bu komanda Belarusu təmsil edir və heyətimizi hazırda qurduq. Heyətimiz tam olaraq bu oyun üçün hazırdır və maçımıza başlaymaq mümkündür artıq. Gəlin ki, oyunumuza start verək. Bu komandaya qarşı görək bu komandanın uçsaq heyətindən ala biləcəyimiz oyuncular şübhəsiz ki vardır. Bəli, əslində var və görək indi onların 1-2 oyunçunu almağa cəhd göstərəcəyik. Bu komandaya qarşı ilk oyun səfərdə Rafa Silva 2 gol atır və play-off'un ilk oyununda qələbə qazanmağa müvəffəq oldu və Soligorsk klubunun niyyətində bizim ala biləcəyimiz əslində bu dəqiqəyə baxdığımız zaman Denis var. Denis aldı. Bəli, Denis 25 yaşı var. Bu futbolçunun və bu futbolçunu kluba transfer edəcək 4.7 milyon avro qarşılığında 25 yaşlı futbolçunu klubumuz heyətinə transfer etdik. Və gəldik cavab oyununa. Qarabağ cavab oyunda Soligorsk klubu ilə qarşılaşdı və bu oyunda isə 1-0 hesablı məğlubiyyətlə üzləşdik. Amma bu məğlubiyyətə rəğmən biz tur keçməyə müvəffəq oldu. Təbii ki, bu məğlubiyyət üzbatından klubdan ayrılacaq oyuncular olacaq. Və liqa mərhələsində rəqiblərimiz müəyyənləşir. Leipzig, Ludogorets, Hertz, Sparta Praga, Maccabi Tel Aviv, Tottenham, Brugge və Hajduk Spil klubları qarşılaşacaq. Gəlin keçək liqa mərhələsinin oyunlarına. Və Avropa Liqasının ilk oyununda Almaniyanın Leipzig komandası ilə qarşılaşırıq. Bizim üçün çox vacib bir oyundur. Qələbə qazansaq bu komandadan ala biləcəyimiz bir çox oyuncular var və maçı simulyasiya etdik. İlk oyun üçün Almaniya səfərinə yollamışdıq və Almaniyadan 0-0'lı bərabərliyə qayıtdı və artıq bu isə bizə bu klubdan heç bir oyuncu almırıq və heç bir oyuncunu da satmamamız mənasına gəlir. İndi isə gəlin keçək ikinci tura. Və indi isə keçirik digər oyuna. Digər oyunda isə Ludogorets komandası ilə qarşılaşırıq. Bu komandada da ala biləcəyimiz bir çox oyuncu var. Evdəki oyunda komandamız bu komandaya qarşı oyunda Junior atdığı gol sayəsində qələbə qazanmağa müvəffəq olur və görək bu komanda heyətini biz kimə almaq olar.
Bu komanda heyətində alabiləcəyimiz futbolçu şübhəsiz ki, müdafiə xətti ilə bağlı olacaq. Oliver Verdon var. Verdon'u kluba gələn transfer edək. Və 30 yaşlı Oliver Verdon klubumuza transfer edildi. Xeyirli uğurlu olsun klubumuzun yeni müdafiəçisi. Və gəlin ki, artıq növbəti tura. Avropa Liqasının 3-cü tur çərçivəsində isə Hearts komandası ilə qarşılaşır. Şotlandiyanı təmsil edən bu komandaya qarşı oyunda səfərdə 2-0 hesablı qələbə qazanmağa müvəffəq olduq. Hearts heyətindən kim almaq olar? Bu heyətdən alabiləcəyimiz futbolçular siyasətində kimlər var deyə baxdığımız zaman şübhəsiz ki, hücum xəttindəki Shankland'ı kluba transfer etmək olar deyə fikirləşirəm. 76 overla sahib olan bu futbolçunu biz kluba qatmaq olar. Shankland'dadır. Görək onun transfer edə biləcək yoxsa yox. Shankland deyə futbolçudur. 10,7 milyon avro ödədi və Shankland klubumuzun heyətindən qatılmış olur. Xeyirli uğurlu olsun yeni futbolçumuz. Shankland da klubumuzun heyətində yer alacaq artıq bundan sonra. Bizə gəl keçək Sparta Praga ilə olan oyuna. Və gəldik Sparta Praga ilə olan oyuna. Növbəti tur çərçivəsində Sparta Praga klubu ilə qarşılaşırıq. Çətin səfərə yollandı və bu səfər maçında Lukas Haraslin və Rafa Silva fərqlənirlər və Qarabağ komandası Sparta Praga səttini 2-0 hesabı ilə keçməyə müvəffəq olur. Sparta Praqanın heyətindən kimi almaq olar? Heyətə baxdığımız zaman bu klubun heyətində təbii ki də bir SB almaq olar. Filip Panak var bu klubun heyətində. Gəlin Filip Panakı kluba transfer edək. Və Filip Panak klubumuzun heyətinə transfer edilir yeni müdafiəçimiz. Və 5-ci tur çərçivəsində Qarabağ komandası Maccabi Tel Aviv ilə qarşılaşır. Bu oyunda Zan Karniçin atdığı gol sayəsində Qarabağ rəqibini üstələyir. Maccabi heyətindən alabiləcəyimiz futbolçu varmı? Buradan alabiləcəyimiz bir futbolçu yoxdur əslində. Digər oyuncular bizim oyuncularımızda aşağı yuxarı eyni səviyyəyə malik futbolçulardılar. Ona görə bu klubdan transfer etməyəcəm. Keçəcəm ya digər oyuna. Digər 6-cı turun oyunlarına gəlin keçək. Qarabağ komandası 5 oyuncu hazırda 13 xala malikdir və ilk 2 pillənin sahibidir. Və keçirik 6-cı tura. 6-cı turda isə klubumuz çətin İngiltərə komandası ilə qarşılaşacaq. Tottenham klubu ilə qeyd edək ki, qarşılaşırıq və bu oyunu evdə oynayırıq. Evdəki oyunu gəlin görək hansı hesab qeyd olunmuş olacaq. Qələbə qazanacaq, əla ola bilər bizim üçün, amma təəssüf ki, Tottenham komandasına 2-0 hesabı üzürük. Və bu məğlubiyyətdən sonra klubdan artıq bir oyunçuyla biz yollara ayırma məcburiyyətindəyik. Bu kim olacaq bu futbolçu? Gəlin görək kim satmaq olar. Klubun heyətinə baxdığımız zaman klubdan göndərəcəyimiz futbolçunun adına aydınlıq gələcək. Yasin Benziya, Patrik Andrade ilə məncə yollara ayırmaq olar. Patrik Andrade çünki digər oyuncuların nisbətən daha zəif görsənir. Və burada isə mən Patrik Andrade'nin adını da görmürəm. Bəli, burada mən Patrik Andrade'nin adını görmürəm. Burada deyəsən bu oyuncu Leandro Andrade var, amma Patrik Andrade yoxdur. Elə ən yaxşısı tutduğumuz üçün məcburiyyətdən dolayı da var Patrik Andrade 32 yaşı var. Və bu futbolçu ilə biz yollarımızı ayırdıq hazırda məğlubiyyətdən ötəri. Keçəcəyik indi Brugge oyuna, amma bu videonu burada bitiririk. Təbii ki də 4-cü bölüm yenidən gələcək. Kanala abunə olub like atmağı da unutmayın. Hələlik sağ olun.